Deməli, belə bir güllə məsələsinə baxaq. Deyir ki, avtomatdan çıxan güllə 280 metr/saniyə sürəti ilə çıxır və yolun 1/4 hissəsində güllənin aldığı sürət nə qədərdir və hərəkət bərabər təcillidir. Bilirik ki, bərabər təcilli hərəkətdə yer dəyişmənin düsturu S bərabər V kvadrat çıxılsın V0 kvadrat bölünsün 2A düsturu ilə hesablanır. Və deməli, buradan olacaq V kvadrat minus, nəzərə alsaq ki, başlanğıc anda cismin başlanğıc sürəti 0-dır. Çıxılsın 0 bölünsün 2A. Deməli, bu olacaq V kvadrat bölünsün 2A. Lülənin, deməli, güllə 1/4, yolun 1/4-ni gedəndə, bu zaman yol olacaq S bölünsün 4 və bu zamanda sürət yenə V kvadrat bölünsün 2A olacaq. Biz bunları tərəf-tərəfə bölsək, deməli, 4 bərabər olacaq, 2A-lar ixtisar getdi. Deməli, tərəf-tərəfə böləndə olacaq V kvadrat, yəni 280-in kvadratı bölünsün V-nin kvadratı. Buradan da deməli hər tərəfdən kök alsaq 2 bərabər olacaq 280 bölünsün V. Buradan V-ni tapsaq 280 bölünsün 2. Buradan da V bərabər 140 metr/saniyəni vermiş olacaq. Cavab 140 metr/saniyə edəcək.